Fizika dediğin elimdir, yaranıştan elimdir. Yaranmış cisim zerreden, zerre ışığı əhatəsindədir, elimdir. O elim təkmilləşmir, təkmil olmur. O elmə varlıq daxilinə təkmilləşdirmə gəlmir. Zəka elminə gəlir. O zəka elminə təkmil, zəka üstünə zəkada gəlir. Zərrədən yaranışdır elminə təkmillik gəlmir. Zərrə elminə təkmil gəlmir. Nurum nurdur, nur payımdandır zərrə. O isə dəyişmir. Nurum dəyişmir, zərrəm dəyişmir. Dəyişilə bilməyən təkmil olmur, təkmilləşmir. Fizika elmdir, varlıqlara elmdir. Varlıqların ilkidir. İşığım da əhatəlidir. Hər varlıq əhatəlidir. Mən varam ki, varlıq var. Mən varam ki, hər yaranmış mənim nur payım ilə əhatəlidir. O elm işıqdır, işıq üstündə işıqdır. İşıq üstündə işıqdır, işıqla işıqdır. Ya böyük yaradan, kimyada var. Kimyada yeryüzündə bir elmdir. Kimya dediğin elmdir. Hər varlıqla varlıq daxili ilkdir, elmdir. Fizika dediğim var ki, zərrə daxilində, zərrələr əhatəsindədir. İşıq var ki, ardıcıl yaranış var. Zərrə var ki, varlıqlar daxilində varlıqladır. Kimya dediğin ardıcıldır, varlıq bir bağlılıqdadır. Biri arasında bağlılıqdadır. Kimya dediğin ardıcıldır, varlıqdan varlıq ardıcıldır. Tükənmir, ardıcıldır. Varlıqdan varlıq ayrılır, yenə birliyə, birləşməyə ayrılır. Birlikdən ayrılmır, birliyə ayrılır. O elm ilkdədir, yer qatında ilkdədir. Varlıqdan varlıq ayrılar, o varlıqdan nəmlər ayrılar. O varlıq, o nəmlik maddiliklər arasında olub maddilikləri yaradar. Kimya ilkdəndir. Yer varlığı yer qatlarından o məkana bağlılıqdandır, ilkdəndir. O elm sonsuzdur. Varlıqdan varlıq görəcəksən. Sonsuzdur. Sənə göstərdim, saysız məkanlar göstərdim. Ovalın daxilindədir. Ovalın özlüyünü göstərdim. O məkanların mərkəzini göstərdim. Varlığını, özlüyünü göstərdim. Sabit, sakitini göstərdim. Mərkəzlərini göstərdim. Onlarda azdır nəmlər, sabitdir, azdır. Mərkəzi sabitdir. Sizin məkan sabit deyil, mərkəzi sabit deyil. Günəşin mərkəzi sabit deyil, nurludur. İşıqladır, sabit deyil. Kimya dediğin bağlıqdır. Biri-birinə bağlıdır. Varlıq varlığa bağlıdır. Ayrı deyil, bağlıdır. Bax, kimya dediğin ardıcıldır. Varlıq varlıq arasında ardıcıldır. Ayrı deyil, bağlıdır. Onlar müxtəliflikdə ardıcıldır. Varlıq varlıq arasında ardıcıldır, müxtəlifdir, ardıcıldır. Fizika işıq üstə zərrələr ilədir, olduğu ilədir. Kimya ardıcıldır, müxtəliflik üstündə ardıcıldır. Tükənməyir, ardıcıldır. Varlıq kimya kimi ardıcıldır, tükənməyir, ardıcıldır. Ağac, yarpaq, bəşər, daxili maddələrlə bağlıdır, ardıcıldır. Maddilikdən uzaqlıq, işığa yaxınlıq. İşığa yaxınlıq, nuruma yaxınlıq. Nuruma yaxınlıq, əbədiyyətə yaxınlıq. Vahid, indiki dövrdə insanlar müasir elmləri təsnif ediblər. Təməl elmlər, ictimai elmlər, texniki elmlər, pedaqoji elmlər, təbiət elmləri və s. Fizikanı, kimyanı ona görə təməl elmlərə daxil ediblər ki, onların əsas müddaları təcrübələrlə, ölçmələrlə təsdiqlənib. Bu təməl elmlər meyarlıdır. Buna texniki elmlər də aiddir. İctimai və pedaqoji elmlər, tarix, ədəbiyyat, siyasət, idarəçilik və bu kimi elmlərin görüşləri eradan eraya, əsrdən əsrə, inqilabdan inqilaba, bir ictimai formasiyadan başqa birisinə cəmiyyətin keçməsindən asılı olaraq dəyişikliklərə məruz etdirilir. Bunlar meyarsızdır, yəni heç bir ölçü aləti vasitəsilə düzgünlüklərini yoxlamaq mümkün olmur. Və insanlar özlərinin çağdaş, müasir zamanlarında müəyyən səbəblərə görə bu işdən qorxurlar, çəkinirlər. Bu səbəblərdən də
bu elmlərə mənim şəxsi meylim az olub. Həm də bunlar da böyük yaradanın qeyd etdiyi dəyişilə bilən zəka elminə aiddir. Odur ki, bütün hallarda, bütün elmlərin başında ilahiyyat elmi durmalıdır. Buraya bugünün mütələqqi zəkaları üçün uyğun gəlməyən, keçmiş və müasir dinlərin daşlaşmış bu və ya digər ehkamlarını aid etmək düzgün deyil. Çünki dünyanın bir çox mütələqqi insanları sayırlar ki, əgər ilahiyyat baz istirsə, dinlər üstqurum kimi ola bilir. Bu bəşəri elmlərin isə hamısı böyük yaradanın ilahiyyat elmi əsasında təkmilləşməli və insanlar hər bir halda düzgün mövqe tutmağı bacarmalıdırlar. Hiss edirəm ki, bu böyük yaradanın istəyidir. Qardaş, digər tərəfdən sənin müəllimin bütün bu nəhayətsiz kainatda birbaşa böyük yaradanın özüdür. Mən təsəvvür edə bilmirəm ki, hər hansı diplom hələ yer üzündə heç kimə qismət olmayan bu xoşbəxtliyi əvəz edə bilsin.